İnsan qarşısına məqsəd qoyanda həyatını dəyişdirmək üçün bəzi hallarda niyə məqsədinə yayınır və öz məqsədi uğrunda heç bir addım atmaq istəmir, heç nə eləmək istəmir. Bilik, savad və ya qorxu. Qorxmaq isə insanda özünə inamsızlıqdan biruzə gəlir. Yəni insan öz qələbəsinə inanmadığına görə inanır ki, bunun əksinə inanır ki, yəni mən qələbə çala bilməyəcəm və məndə bu alınmayacaq. Buna görə də insanda pessimist duyğular əmələ gəlir. Pessimist duyğular nə deməkdir? Pessimist duyğular yəni ki, sənin beynin avtomatik olaraq pozitiv düşüncələrin əksi pessimist düşüncələr. Başlamaq lazım deyil. Falan ölkəyə köçmək istəyirsənsə, köçmə lazım deyil. O ölkədə problemlər var, immigrantlara qarşı kobud rəftar edirlər və s. ailədən uzaq düşəcəksən. Bunlar hamısı, bu fikirlərin hamısı formallaşmağın səbəbi insanın özünə inamsızlığıdır. Bunun üçün də inamsızlığı ləğv eləmək üçün, qələbə çalmaq üçün biz gərək bu beynimizə gələn fikirləri sual altına qoyaq. Yəni bunun həqiqətliyi barəsində şək-şübhəyə düşək ki, bunun əksini düşünmək üçün bizə yol açılsın. Və bunun üçün isə insan həmişə beyninə fikir gələndə özünə sual verməlidir ki, bu fikrin mənbəyi nədir? Bu fikir mənim beynimə niyə gəlir? Həqiqətən bu doğru fikirdirmi? Yoxsa mənim fantaziyam sadəcə olaraq öz başına qaldığına görə boş-boş düşüncələr beynimə gətirir. Və insan nə qədər özünə sual verirsə, başlayır fərqindəliyinə çatmağa, yəqinliyə çatmağa ki, yəni mənim beynimə gələn fikirlərin əksəriyyəti qorxuya görə gəlir, bilməməyimə görə gəlir, savadsızlığa görə gəlir və gələcək biz bilmirik deyə necə olacaq, ona görə də avtomatik olaraq negativ düşüncələr gəlir. İnsan rahatlığa öyrəşir, insan hər şeyi zarani bilmək istəyir, hər şeyi, hər addımı bilmək istəyir. Amma həyat möcüzələr içindədir, hər an hər şey baş verə bilər deyə bizə qorxu hissi gəlir. Necə olacaq görə, məndə bu alınacaq, mən filan ölkəyə köçsəm necə olacaq, mənim işlərim necə olacaq. Bunlar aradan götürülməyi üçün isə insan bilik əldə eləməlidir, elm, bilik əldə eləməlidir və teoretik, yəni ki, biliyin özü də lazımdır və biliyi başa düşmək lazımdır. Başa düşəndən sonra isə başa düşüb, dərk eləyib həyatımızda tətbiq eləməliyik. Bunlar mərhələ-mərhələ gedir. Yəni başa düşmüsənsə o demək deyil ki, sən dərk eləmisən. Yalnız və yalnız insan dərk eləyib həyatında tətbiq eləyəndən sonra insan öz həyatında uğur əldə eləyə bilər. Amma insan ki, həyatında dəyişikliklərdən qorxursa, insan bədbəxt və kasıb gələcəyə, əlbəttə ki, Allahın lütfi inayəti olsa, dəyişir insan. Amma səravunu insanın özü də nəsə eləməlidir. Yəni, boş-boşuna bunlar olmur. Ona görə də, əziz insanlar, çalışın həmişə özünüzü dəyişin, pozitiv düşüncədə olun və elinizi, savadınızı genişləndirin. Oxuyun, oxumaqla və araşdırmaqla, mütaliə eləməklə məşğul olun.